İki nəfər gəlir, Peyğəmbər baxır onlara deyir, ət yemişsiniz elə bil. Deyirlər, ya Rəsulallah, ət harada idi? Çörək tapmırıq yeməyə. Deyir, yox, ət yemişsiniz siz. Deyirlər, ya Rəsulallah, şəkkə düşürlər ki, bu Peyğəmbər deyil də yəqin. Deyir, necə ət? Deyir, Salman Farsi ilə oturmuşdunuz, onu göndərdiniz ki, get, məsələn, bizim üçün bir yemək tapır. Nəsə bir məmuriyyət yerinə yetirirlərmiş, hərbi nəsə. Elə bil ki, təminata da Salman Farsi baxırmış mı? Nə, belə bir şey. Deyiblər ki, ged oradan bizim üçün bir şey gətir də, tədarük elə yemək. Əmrinə yox, lap xahişlə hər nəyinə. Gedir, Salman gəlir, deyir ki, alınmadı. Alınmadı. Salman gedəndə bir-birinə deyirlər, bu da ki, dənizə gedər, qurudar onu. Ha? Buna deyir, qeybət. Gündə 100 dəfə belə söz deyir bir-birimiz. Bu ən yaxşı sözlərimizdir bir-birimizə. Deyir ki, bu, sən ətini yemisən. Yəni, onun ətini yemisən elə belə bənzətmə deyil. Sənin o qeybət əməlinin pərdə arxası özüdür, həqiqətidir. Yəni, sən adam yiyənsən, zombisən. Qeybət eləmək budur. Sən adam yiyənsən, yəni. Həqiqətən, ha, bu belədir. Peyğəmbər onun batini surətini görür. Yəni, sən o qədər qeybət odur ki, sən o qədər düşmürsən aşağı ki, adamın meydin ətini yemək həddindədir. Bu, qeybətin həqiqətidir. Allah deyir, bunu eləməyin. Bunu eləməyin. Ruhunuza zərbə vurmayın. Eləməyin. Və eləsəz də mənim qapıma gəlin. Mən həll eləyim bir tər. Ancaq mənim gücüm çatar bu məsələni həll eləyim.